ondan ibarətdir ki, biz bütün ezamiyə xərclərinin hamısını sala bilmirik. Orada norma daxilində var ki, biz ancaq norma daxilində sala bilirik də ezamiyyəni xərcə. Misal üçün, yəni Bakı şəhəri üzrə bir günlük norma 125 manatdır ezamiyə xərcinin. Naxçıvanda 100 manatdır, Gəncə Sumqayıtda 95 manatdır, digərlərdə 90 manatdır. Yəni biz ancaq bu norma daxilində, məsəl üçün mən Bakıya, Naxçıvana izamiyə göndərmişəmsə 5 günlük işçini, yolda olan müddət nəzərə alınmır təbii ki. Ancaq məsəl üçün Naxçıvan şəhərində olduğum günlər nəzərə alınır. Çünki 500 manat, 5 gün isə 500 manat mən onu ancaq xərcə silə bilirəm. Yəni ondan artıq ola bilər də bəzən şirkət artıq ödəyir və daha əlavə ödəyir. Pul, yəni ki, artıq onun hissəsini biz öz cibimizdən ödəyirik. Onu xərcə silə bilmirik. Və burada belə bir məsələ var. Adətən qanunla bir günlük normanın 70%-i mehmanxana təşkil edir. Mehmanxana xərcləri təşkil edir. Yəni 70% mehmanxana xərcləri nədir? Otel xərcləri. Belə bir qanun var ki, əgər biz işçini ezamiyyətə göndərmişik və o ə, mehmanxana xərcini təsdiq edici sənədini gətirmirsə, biz onun hamısını xərcə silə bilmirik, yalnız 50% silə bilirik. Və misal üçün, işçini biz bir günlük Bakıya ezamiyyətə göndərik və Bakı şəhərində bir günlük norma 125 manatdır. Yəni bunun 125 manatın 70%, yəni 87 manat 50 qəpiyi otel puludur. Əgər yəni bizə Bakıda ezamiyyətə gedən işçi sənədə gətirirsə ki, bax otel verir də o sənədə qəbz verir misal üçün. Qəbzi gətirirsə, təsdiq edici sənədi varsa mən bu 87 manat 50 qəpinin hamısını xərcə siləcəm. Amma əgər gətirmirsə, bunun yalnız 50% siləcəm. Mhm. Ona görə ezamiyə xərclərinin biz qeyd elində normaya nəzarət edib, daha sonra ezamiyə xərclərini rəsmiləşdirməsi üçün sizdən mütləq şəkildə ezamiyyətə göndərilməsinə dair ərizə olmalıdır, işçinin ərizəsi olmalıdır ki, o etiraz eləmir ezamiyyətə getməyə, ezamiyyətin göndərilməsi ilə bağlı əmr olmalıdır. Ezamiyyətə göndərilən işçiyə siz pul köçürmüsünüzsə, bankdan köçürə bilərsiniz, biznes karta köçürə bilərsiniz, maaş kartına köçürə bilərsiniz, bunun sübutu olmalıdır. Plus işçi gedib ezamiyyətdən qayıdandan sonra avans hesabatı təqdim etməlidir. Yəni avans hesabatı da önəmlidir. Yəni biz burada hər hansı bir məbləğ yazandan sonra vergi bizdən bu sənədləri tələb edə bilər.